Değerli izleyicilerim, necəsiz? Bu günləri çəkilişimizi elədik və gəldik evə və sizinlə neçə gündür paylaşmaq istədiyim və ən çox bəyəndiyim məhsulları göstərmək istəyirəm. Deməli, Mədinəmiz üçün hər şeyin ən gözəlini sifariş eləmişik. Allah hamıya qismət versin. Və onun bir dənə səhifə tapmışam. Deməli, sevgi kolleksiondur və onun Mədinəm üçün görüm. Mədinə xatilidir. Bu nə baxın, nə gözəldir. Belə bir dənə səhifə tapmışam ki, təsəvvür edin ki, inanılmaz orada kolleksiyalar var. Biri-birindən gözəl. Onun üçün bax, belə gözəl balış hazırlayıblar, yumuşaq, kətandı özdə. Belə də bir dənə yorğan ediblər. Adyalçıqdır, həm də yorğan kimi də gedir. Baxın, bu da belə Mədinə. Buna baxın. Göstərə bilirəm. Çox qəşəngdir də. O qədər həm də yumuşaqdır. Mədinəm buna bükürəm, həyətə çıxardıram, gəzdirirəm onu. Bunu da qoyuram bax belə yatağına. Elə gözəl görsənir ki, ümumiyyətcə səhifədə çox gözəl şeylər var və hamam xalatı da var. Onu da görün başqa nə sifariş. Həmin o ədyalla geyinməyə ay buna baxın. Ay. Deyirəm qabaq ancaq özüm üçün səhifələrə baxırdım. İndi isə yox, ancaq mən buna baxın papışlarına. Oy, ayaqları cıngılı daxı. Bunun əlcəkləridir. Buna baxın. Kızımın bodisi. Ay Allah, buna baxın. Oy, nə gözəldir. Bu da onun papağı. Papağın kurjavasına baxın. Mən sizə deyim ki, yerli brendi olasan, belə keyfiyyət olsun. Kimin üçünsə hədiyyə istəsəz də oradan sifariş edin. İnanın ki, apardığınız kimə ki aparacaqsınız, hamı bayılacaq həm keyfiyyətinə, həm gözəlliyinə. Çox gözəldir də. Sonra, əlbəttə ki, Mədinəm üçün tamam dərsdir. Bir sözlə, qızımın üçün ən gözəlini sifariş edirəmsə, bundan sonra sevgi kolleksiyonuna sifariş edəcəm. Çünki həm çatdırılması qəşəngdir, həm də nə rəngdə, nə materialda, hansı bir, ola bilər internetdən nəsə bir seçmişsiniz, bəyənmişsiniz, üstündə şəkil atırsınız, onu hazırlayırlar, tez bir vaxtda da göndərirlər. Möhtəşəmdir. Mədinənin üçün müzdürəndə əla oldu. Oy, elə buna baxın. Çox qəşəngdir, buna baxın. Necə gözəldir, belə dəsmalı. Sonra hələ tapışqalarına bax. Bu biraz böyük ölçü özüm sifariş elədim ki. Özü bunlar hamısı hazır deyil. Bunların parçaları özəl seçilir. Üstünün bəzəyi nə forma, nə ad istəyirsə üstünə yaza da bilərlər. O dərəcədə yəni. Bir dənə bunun tapışqalarına baxın. Ay öyle. Adam özü giymək istəyir. Baxın. Mədinəmin. Çox qəşəngdir. Dedim bu at olmasın da, bu fərqli bir şey olsun. Yəni düzdür, at atributu var. Baxın, görün nə gözəldir. Mən sizə deyim, buradan sizə göstərə bilməm, bunun keyfiyyəti mükəmməldir. Bu da onun kisəciyidir. Bunu inşallah düşünürəm ki, 1 yaşında giyindirəcəm. 7-8 aylığından da giyindirmək olur. İndi hələ çox balacadır deyənə. Bir sözlə